Hər il minlərlə abituriyent ali məktəblərə qəbul olmaq üçün imtahana hazırlaşır. Amma elə ixtisaslar var ki, yalnız test nəticələri kifayət etmir. Rəssamlıqdan aktyorluğa, idmandan musiqiyə qədər bütün bu sahələr üzrə qabiliyyət imtahanı da verilməlidir. Elə Firuzə Hüseynzadə də illərdir Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul olmaq üçün çalışır. Bir qrupumuz var, qabiliyyət qrupu və onlar uşaqlarla hamısı ilə bir yerdə hazırlaşırıq. Bir-birlərimizdə səhv tutduğumuz nüansları bir-birimizə də deyirik, danışırıq və mentorlarımız vasitəsilə tam hazırlaşırıq. Tamaşalarda oynamışam, qısa milli filmlərdə oynamışam. Aktyor sənəti müəllimi Zaur Tahirsoyun sözlərinə görə, aktyor və rejissor olmaq üçün təkcə qabiliyyətə yiyələnmək kifayət etmir. Psixoloji olaraq da tam hazır olmalısan. 6 ay lazımdır ən azı ki, qabiliyyət imtahanına tam hazır vəziyyətə gəlsin. Yenə də deyirəm, tələbə var ki, bəzən bir il belə bəs eləməyə bilir. Aktyor sənəti fərdi hazırlıqdan daha çox qrup hazırlığı daha önəmlidir. Həftədə 2 dəfə və günər saat 12-dən 5-ə qədər biz hazırlıq aparırıq. Ümumilikdə aylıq olaraq 100 manat, 250 manat arası dəyişir. Rəssamlıq üzrə isə hazırlıq qiymətləri 100 manatdan başlayır. Qrupumuzda maksimum 7-8 nəfər olur. 7-8 nəfərdən artıq götürmürük. Hazırlıq müddətimiz 90 dəqiqədir. Hal-hazırda imtahan ərəfəsi olduğu üçün ekstra saat qismini də artırmışıq. 3 saat ərzində hazırlaşdırırıq tələbələri. Fərdi şəkildə dərslərimizin qiyməti isə 250 manat, 300 manat arası dəyişir. İmtahana hazırlaşmaq üçün maksimum 2, minimum 1 il bəs eləyir. İdman üzrə qabiliyyət imtahanından keçə bilmək üçün abituriyent azı 2 ay hazırlaşmalıdır. Ballara görə ayrılır da. Yəni yüksək bal toplayanlar, məsələn orada FTC fakültəsi var, bir də Ümumi Fiziki Hazırlıq fakültəsi. Ora yüksək bal istəyir o fakültələr. Təxminən 10-15 nəfər qrupda uşaq olur. Rəsmi qiymət yoxdur. Bölgələrdə isə qiymətlər daha münasibdir. Məsələn, Zaqatalada rəssamlıq üzrə hazırlıq qiymətləri paytaxtla müqayisədə 3 dəfəyədək aşağıdır. Bölgəmizdə demək olar ki, rəssamlığa maraq çox genişdir. 30-40 tələbə hər il imtahan verir. Tələbənin öz qabiliyyəti və ixtisas seçimindən asılı olaraq hazırlaşdırma vaxtı da ondan asılı olaraq dəyişir. Qiymətlər 40-50 manat civarında belə orta hesabla. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən 6 ixtisas var. Bunlara təsviri sənət, musiqi sənəti, memarlıq, teatr, kino və xoreografiya sənəti, bədən tərbiyəsi və idman, jurnalistika aiddir. Qabiliyyət imtahanı üçün aylıq hazırlıq qiymətləri isə sahəyə, müəllimin peşəkarlığına və kurslara görə dəyişir. Qeyd edək ki, qabiliyyət imtahanı verəcək abituriyentlər mayın 30-nadək qeydiyyatdan keçməlidirlər. İlham Əkələyeva, Ruslan Abdulov, Nizami Rəsulov, Səbuhi Abdullayev, Xəbər Ertəsi.